Turizmin inkişafı baxımından çox böyük potensiala malik olan Yardımlıda, əgər əvvəllər yol problemi bura üst tutanlar üçün müəyyən çətinliklər törədirdisə, son illər yol infrastrukturunun təkmilləşdirilməsi, yeni yolların çəkilməsi regionda turizmin inkişafı üçün daha böyük imkanlar açıb. Rayonda əsasən 4 turizm marşrutu fəaliyyət göstərir. Bu marşrutlar vasitəsilə gələn turistləri isə daha çox buradakı təbii mineral su ehtiyatları, bulaqlar, meşələr, qədim tarixi abidələr cəlb edir. Əgər ötən ilin müvafiq dövrü ilə müqayisədə bu günə kimi rayona gələn turistlərin sayı 1500 nəfər olmuşdursa, hazırda bu rəqəm 2000-ə yaxındır. Bu günləri deməli 1250 yaşlı Xançinar, Göznarı bulaq kompleksi, Daş Dəvə Kərvanı kompleksi, Qız qalası, Alar mağarası, 14-cü əsrə aid edilən Abidərdə türbəsi turistlərin ən çox diqqətini cəlb edən tarixi abidələrdir. Rayon ərazisinin təxminən 1/3-i, 22 min hektarını meşə massivi təşkil edir. Bu da ərazidə daha çox sayda turizm məkanlarının yaradılmasına imkan verir. Məlumat üçün bildirək ki, hazırda rayonda cəmi 4 turizm obyekti fəaliyyət göstərir. Məhəmməd Rzayev, Vüsal Yaqubov, Yardımlı.